Cəlillə arvadları uzunsov tünd şabalıdı rəngli mizin ətrafında oturmuşdular. Məryəm onlarla üzbəüz oturdu. Mizin ortasında billur vaz, onun da içində güllər var idi. Bunların yanında su bardağı qoyulmuşdu. Nilüfərin anası sarışın saçlı Əfsun Cəlilin sağında oturmuşdu. Xədicə və Nərgiz onun sol tərəfində oturmuşdular. Qadınlar boyunlarına sərgəsiz şəkildə nazik qara yaylıq bağlamışdılar. Hə, Nananın ölümünü nəyisə xatırlatmalıydı axı. Güya yas saxlayırdılar. Yəqin elə indicə bağlayıblar. Cəlil demiş olar. Məryəm öz-özlüyündə belə fikirləşdi. Əfsun bardaqdan stəkana süzüb Məryəmin qabağına, dama-dama salfetin üstünə qoydu. Yaz hələ indi gəlib, amma havalar yaman istidir, Əfsun dedi və əlinin hərəkəti ilə üzünə yelpik vurdu. Özünü necə hiss edirsən, Nərgiz dedi. Onun balaca çənəsi, qıvrım saçları var idi. Elə bilirəm özünü rahat hiss edərsən bizdə. Ağır sınaqdır, əlbəttə, çox çətindir, dedi. O biri iki qadın da başları ilə təsdiq etdi. Qaşlarını çatıb, canıyananlıqla Məryəmə gülümsündülər. Məryəmin qulaqları güpuldayır, boğazı acışırdı. Bir qurtum su içdi. Cəlilin arxasındakı enli pəncərədən çiçəkləmiş alma ağacları görünürdü. Pəncərənin yanındakı divarda balaca ağac şkaf və onun üstündə saat və Cəlilin üç oğlu ilə birlikdə balıq tutan yerdə çəkilmiş şəkil var idi. Onlar əllərində günəşdə bərq vuran iri bir balıq tutmuşdular və gülürdülər. Demək belə, Əfsun dilləndi. Mən, yəni biz səni bura gətirmişik ki, sənə deyəcəklərimiz var. Xeyirdir, əlbəttə. Məryəm gözlərini qaldıranda hiss etdi ki, qadınlar bir-biri ilə baxışırlar. Cəlil bunları görməmiş kimi nəzərlərini su bardağına dikətmişdi. İndi də yəqin ki, hamıdan yaşca böyük olan Xədicə başladı və Məryəm hiss etdi ki, bu vəzifə bölgüsü əvvəlcədən onu bura çağırmamışdan qabaq müzakirə olunub. O, Məryəmə sarı döndü. Sənin adaqlın var. Məryəmin dalağı sancdı. Nəyin var? Qızın dodaqları söz tutmurdu. Xəstə qar, adaqlı. Adı Rəşiddir, Xədicə dedi. Sənin atanın biznes ortağıdır. Onu yaxşı tanıyır. Rəşid Puştundur, Qəndaharda anadan olub. Amma Kabildə yaşayır. Dehmazanq rayonunda. Özünün 2 mərtəbəli evi var. Əfsun başı ilə təsdiqlədi. O, farsça da danışır. Bizim kimi, sənin kimi. Puştun dilini öyrənməyə də ehtiyac yoxdur. Otaq Məryəmin başına fırlandı. Yer ayağının altından qaçırdı. Rəşid çəkməçidir, Xədicə dedi. Amma adi pinəçi deyil. Yox. Onun öz dükanı var. Yaxşı ustadır. Kabildə hamı onun yanına gəlir. Diplomatlar, prezident ailəsinin üzvləri ona sifarişlər verir. O cür böyük adamlar. Ona görə də o səni də yaxşı saxlaya bilər. Məryəm gözlərini Cəlilə dikdi, ürəyi köksündən qopub düşəcəkdi. Bu doğrudur, onun dediyi doğrudur. Amma Cəlil ona baxmırdı. Alt dodağının ucunu çeynəyir, gözlərini bardaqdan ayırmırdı. O, əlbəttə səndən biraz yaşlıdır, Əfsun dedi. Deyəsən 40-ı keçib, elə deyil Nərgiz? Hə, elədir. Amma mən görmüşəm ki, 9 yaşlı qızları 60 yaşlı kişilərə ərə verirlər. Hamımızın başına gəlib. Sənin neçə yaşın var? 15. Yetişmiş qızsan. Ərə getmək üçün ən yaxşı vaxtındır. Qadınlar yerbəyirdən təsdiq etdilər. Bəs Məryəmin bacıları, Səidə, Nahid. Axı onların da 15 yaşı var idi. İkisi də Heratda Mehri qız məktəbində oxuyur. Sonra da Kabildə universitetə girmək istəyirlər. Bəs nə əcəb onlar 15 yaşda ərə getmək üçün yetişməyiblər? Onu da deyim ki, Nərgiz davam etdi. Rəşidə də böyük itki üz verib. 10 il qabaq arvadı doğuş zamanı ölüb. 3 il əvvəl isə oğlu göldə batıb. Böyük dərddir, əlbəttə. Son illər evlənmək istəsə də münasib qız tapmayıb. Mən istəmirəm, Məryəm dedi. Sonra Cəlilə baxdı. Ərə getmək istəmirəm mən. Məni məcbur etməyin. O öz səsindən zəhləsi getdi. Bu nə yalvarmaqdır? Xahiş yox, tələb etmək lazımdır. Özünü ağılla apar, Məryəm. Qadınlardan kim idi bu sözü deyən ayırt edə bilmədi. Gözlədi ki, görsün Cəlil nə deyir.
Bütün bunlar axı doğru ola bilməz. Bundan sonraki həyatını burada yaşaya bilməzsən axı. İstəməzsən ki, sənin öz ailən olsun o. Hə də, öz evin, öz uşaqların. Sən irəli baxmalı, yaşamalısan. Yaxşı olardı ki, sən yerlilərdən birinə, Tacikə ərə gedəydin. Amma Rəşid sağlamdır, həm də səni istəyir. Evi, işi var. Əsas da budur. Elə deyil? Kabil isə gözəl, füsunkar şəhərdir. Bir də belə imkan ələ düşməz qız. Mən Molla Feyzullahın evində yaşayacağam. İndi Məryəm qadınlara dedi. O razı olar. Bilirəm, razı olar. Bunun nə faydası? Xədicə dedi. O qocadır. Həm də qadın fikrini ifadə etmək üçün dürüst bir söz axtarırdı. Məryəm bunu başa düşdü və özlüyündə onun fikrini tamamladı. Həm də bizə yaxındır. Başa düşdü ki, bir də belə imkan ələ düşməyəcək sözləri nə deməkdir? Yəqin öz imkanlarını nəzərdə tuturlar. Məryəmin doğulması onlara rüsvayçılıq gətirmişdi. Bu isə rüsvayçılığı təmizləməyə fürsət idi. Üstəlik, Cəlilin rüsvayçı əməlinin izini bir dəfəlik itirərdilər. Axı Məryəm bu biabırçılığın canlı mücəssəməsi idi. Yox, onu buralardan rədd etmək lazımdır, deyə Məryəm düşündü öz-özünə. O qocadır, həm də əprimiş kişidir, Xədicə hökmünə dedi. O ölsə sən nə edəcəksən? Onun ailəsinə yük olacaqsan. Necə ki, sən indi bizim üçün yüksən. Məryəm onun fikrini tamamladı. Bəli, məhz bunu demək istəyirdi bu qadın. Məryəm özünü Kabildə təsəvvür etməyə çalışdı. Böyük, yad, izdihamlı bir şəhər. Cəlilin dediyinə görə təxminən 650 kilometr Heratdan şərq tərəfdə. Məryəm isə öz daxmalarından 2 kilometrdən uzağa getməmişdi. O da son günlər Cəlilin evinə gəlmişdi. Təsəvvür etdi ki, Kabildə yaşayır, belə uzaq bir yerdə, Rəşid adlı yad bir kişinin evində. Onun istəklərini, dediklərini yerinə yetirməlidir. Onun evini yığıb yığışdırmalı, yeməyini bişirməli, paltarlarını yumalıdır. Hələ daha nələr. Fikirləşdikcə canına lərzə düşdü. Yenidən Cəlil tərəfə döndü. Onlara de ki, sən buna imkan verməyəsən. Əslində, atan razılığını verib, Əfsun dedi. Rəşid Heratdadır, Kabildən durub gəlib. Nigah sabah səhər olacaq. Sonra avtobus sizi Kabilə aparacaq. De onlara, Məryəm çığırdı. İndi qadınlar da susub Cəlilə baxırdılar. Otağa sükut çökdü. Cəlil barmağındakı üzüyü fırladırdı. Karıxıb qalmışdı. Əlacsızlığı üzündən oxunurdu. Divardakı saatın səsi bərkdən eşidilirdi. Cəlilcan, qadınlardan biri axır ki dilləndi. Cəlil baxışlarını ağır-ağır qaldırdı. Məryəmin baxışlarını tutanda yenə də gözlərini yerə dikdi. Ağzını açdı ki, nəsə desin, deyə bilmədi. Ancaq ağrı ilə inildəyə bildi. Bir şey söylə, Məryəm dedi. Onda Cəlil dilləndi. Nazik, titrək səslə dedi. Hər şey cəhənnəm olsun, Məryəm. Mənə əzab vermə. Güya ki, Məryəm ona nəsə edirdi. Elə bununla da otaqdakı gərginlik əridi. Məryəm belə hiss etdi. Cəlilin arvadları yenidən adaxlının məziyyətlərini saymağa başladı. Məryəm baxışlarını yerə dikmişdi. Söhbət qutarandan sonra Əfsun onu yuxarıdakı otağına götürdü. Qapı örtülən kimi Məryəm qapının açarla bağlandığını eşitdi. Səhər Məryəmə uzun qollu, tünd yaşıl paltar, ağ şalvar geyindirdilər. Əfsun ona yaşıl hicab və səndəl verdi. Məryəmi artıq ona tanış olan həmin otağa gətirdilər. Uzunsov şabaldı mizin üstündə indi kremli badam konfetləri olan vaz qoyulmuş, yanında quran, yaşıl duvaq və güzgü vardı. Mizin arxasında Məryəmin əvvəl heç vaxt görmədiyi iki kişi, görünür şahidlər idi və tanımadığı molla oturmuşdu. Cəlil Məryəmə stul göstərdi. Atasının əynində sürməyi kostyum vardı. Qırmızı qalstuk bağlamışdı. Başını təzəcə yumuşdu. Stulu çəkib Məryəmə yer göstərəndə gülümsəməyə çalışdı. Xədicə ilə Əfsun da indi Məryəm tərəfdə oturmuşdular. Molla duvağa işarə etdi. Nərgiz dərhal duvağı Məryəmin başına örtdü. Onu da çağırın, Cəlil kiməsə dedi. Məryəm hələ adaxlısını görməmişdi.
Amma siqaretin tüstüsünün tündüyü və xoş adikoloniyi onu vurdu. Cəlil heç vaxt belə tünd ətər vurmurdu. Məryəm duvağın altından gözlərinin ucu ilə astanada uca boy, enli kürək, yekəqarın bir kişinin dayandığını gördü. Gördü və boğazı qurudu. Baxışlarını aşağı saldı. Ürəyi necə də çırpınırdı. Kişi ağır-ağır yeriyərək gəlib mizin arxasında onun yanında oturdu. Fısıltıya oxşar bir səslə köksünü ötürdü. Molla onlara təzim etdi. Dedi ki, nikah biraz qeyri-adi olacaq. Bilirəm ki, Rəşid ağa avtobusa bilet alıb. Birazdan Kabilə yola düşməlidir. Odur ki, mərasimin bəzi hissələrindən vaz keçməli oldu. Molla xeyir dua verdi, nikahın əhəmiyyətindən danışdı. Cəlildən bu nikaha etirazı olub-olmadığını soruşdu. Cəlil başını buladı, yox dedi. Sonra Molla Rəşiddən soruşdu ki, Məryəmlə evlənməyə həqiqətən razıdırmı? Rəşid də hə dedi. Onun səsi quru payız yarpaqlarının ayaq altındakı xışıltısını andırırdı. Sən necə Məryəmcan, bu izdivaca razısanmı? Məryəm dinmədi. Boğazını arıtladı. Razıdır, qadınlardan hansı isə dedi. Əslində o özü cavab verməlidir. Molla etiraz etdi. Həm də mən 3 dəfə soruşandan sonra. Axı Rəşid onunla evlənmək istəyir. O yox ki. Molla sualını 2 dəfə təkrar etdi. Hər dəfə daha böyük təkidlə. Məryəm yenə dinmədi. Cəlil yerində qurcalandı, mizin arxasında ayaqlarını hisslə oynatmağa başladı. Boğazını arıtlayanların sayı artdı deyəsən. Kiçik ağ bir əl mizin üstünün tozunu sildi. Məryəm, Cəlil pıçıldadı. Hə, qızın səsi titrədi. Güzgünü duvağın altında ona verdilər. Məryəm güzgüdə özünü gördü. Qarışmış kipriklərini, hamar saçlarını. Qəmli yaşıl gözləri o qədər yaxın idi ki, deyirdin çəp gözdür. Dərisi kobud idi. Orada-burada ləkələr görünürdü. Alnı geniş, çənəsi çox balaca, dodaqları nazik idi. Bütövlükdə üzü uzunsov idi. Üçgünc görünürdü. Gözəl olmasa da suyu şirin qız idi Məryəm. Güzgüdə Məryəm ilk dəfə Rəşidin əksini gördü. İlk baxışda sadə, həlim görkəmi vardı. Mütənasib düz xətli üzü, azacıq donqar burnu, biraz qan çəkmiş gözləri, al yanaqları, o biri dişlərindən seçilən, biraz qabağa çıxdığı sezilən 2 iri dişi, sıx cod qaşları üstündə az qala 2 barmaq enində olan ensiz alnı, seyrəkdən düşmüş, sıx qara saçları. Güzgüdə baxışları ani toqquşdu. Bu adam mənim ərim olacaq. Məryəm heyrətlə düşündü. Onlar Rəşidin pencəyinin cibindən çıxardığı üzükləri barmaqlarına taxdılar. Məryəm fikir verdi ki, Rəşidin dırnaqları sarımtıl qəhvəyi idi. Lap çürüməkdə olan almanın içi kimi. Bir-iki dırnağının ucu əyri-üyrü idi. Üzüyü Rəşidin barmağına taxanda Məryəmin əlləri elə əsirdi ki, Rəşid ona kömək etməli oldu. Qızın öz üzüyü dar olsa da Rəşid onu bir hərəkətlə Məryəmin barmağına keçirdi. Keçdi, Rəşid xırıltı ilə dedi. Qəşəng üzükdür Məryəm, qadınlardan kimsə dedi. Həm də çox incədir. İndi qalır müqavilə imzalamaq, Molla dedi. Məryəm qol çəkdi. Hamının gözü onun əlində idi. İkinci dəfə Məryəm 27 il sonra bir sənədə qol çəkəcək. Yenə də Mollanın hüzurunda. Bugündən siz ər-arvadsınız, Molla təntənə ilə dedi. Təbrik edirəm. Rəşid alabəzək avtobusda oturub siqaret çəkirdi. Siqaret tüstüsü avtobusun açıq pəncərəsindən vurulub havaya çıxırdı. Məryəm avtobusun arxasında Cəlilin yanında durmuşdu. Adamlar sağollaşır, bir-birinin əlini sıxır, vida sözləri deyirdilər. Quranı öpür, altından keçirdilər. Başında saqqız və siqaretlə dolu, iri tabaqlardan üzləri görünməyən, ayaqyalın oğlan uşaqları adamların arasında vurnuxur, xırdavat təklif edirdilər. Cəlil dil açıb danışırdı. Deyirdi ki, Kabil o qədər gözəl şəhərdir ki, Moğol imperatoru Babur öləndə vəsiyyət edib ki, onu bu şəhərdə dəfn etsinlər. Məryəm bilirdi ki, Cəlil indi də Kabilin gözəl bağlarından, zəngin dükanlarından, ağacından, havasından danışacaq, sonra isə avtobus onu çox uzaqlara aparacaq.
Cəlil də ona təbəssümlə əl eləyəcək, heç nə olmamış kimi rədd olub gözdən itəcək. Məryəm buna razı ola bilməzdi. Mən az qala sənə sitayiş edirdim. Məryəm açıldı. Cəlilin sözü ağzında qaldı. Qollarını sinəsində çarpazladı, sonra yenə də açdı. Bir hindu ailəsi az qala onlara toxunaraq üzrxahlıq eləyə-eləyə yanlarından keçdi. Ər əlində çamandan aparır, qadın isə uşağın əlindən tutmuşdu. Cəlil nəzakətlə gülümsündü. Cümə axşamı günlərini səbirsizliklə gözləyirdim. Hövsələm çatmırdı. Görəsən sənə bir şey olmadı ki, gələcəksənmi deyə düşünürdüm, Məryəm dedi. Cəlil söhbətdən uzaqlaşmaq üçün deyirdi. Uzaq yoldur, nə isə bir şey alıb yeyərsən. Bəlkə çörək, pendir alım sənə, dedi. Yalnız sənin haqqında düşünürdüm. Dua eləyirdim ki, sən 100 il yaşayasan. Bilmirdim, ağlıma da gəlmirdi ki, sən mənə görə xəcalət çəkirsənmiş. Cəlil baxışlarını yerə dikdi. Yeniyetmə uşaqlar kimi ayaqqabısının burnu ilə yeri eşməyə başladı. Heç demə, sən mənə görə utanırsanmış. Gələcəyəm yanına, Cəlil mızıldandı. Kabilə, yanına gələcəyəm. Yox, lazım deyil, Məryəm dedi. Gəlmə, tanımaq istəmirəm səni daha. Heç vaxt gəlmə. O yalvarıcı baxışlarla Məryəmə baxdı. Hər şey qurtardı, Məryəm dedi. Bizimki burada qurtardı. Əlvida. Belə yaramaz, Cəlil səsini qısıb dedi. Heç olmasa, Molla Feyzullah ilə də sağollaşmağa imkan vermədin mənə. Məryəm çevrilib avtobusa sarı getdi. Hiss edirdi ki, Cəlil ardınca baxır. Səssiz səmirsiz. Ayağını avtobusa qoyanda arxadan onun səsini eşitdi. Məryəmcan. Qız pillələri qalxıb salonun arxasında çamadanını ayaqları altına qoyub oturmuş Rəşidin yanında öz yerinə doğru getdi. Gözlərinin ucu ilə görürdü ki, atası trotuarda avtobus boyu arxaya yeriyir, amma dönüb ona tərəf baxmadı. Cəlil avtobusun pəncərəsini taqqıldatdı. Məryəm yenə baxmadı. Avtobus tərpənəndə Cəlil arxasınca biraz yüyürsə də, qız dönüb yenə baxmadı. Birazdan Cəlil toz dumanın arxasında gözdən itdi. Məryəm də keçib yerində oturdu. Ertəsi gün günorta çağı onlar Rəşidgilin evinə çatdılar. Bu da bizim Dehmazanq, Rəşid gür səslə dedi. Bir əlində çamadan tutmuş, o biri əli ilə taxta qapının cəftəsini açırdı. Bura şəhərin cənub-qərb tərəfidir. Yaxınlıqda zoopark, universitet var, dedi. Məryəm yorğun halda başını tərpətdi. Artıq buna öyrəşməli idi. Bilsə də onun dediyinə, danışığına diqqətini artırmalı idi. Fars dilində danışan Rəşidin Kabil şivəsinə, onun puştun tələffüzünə adət etməli idi. Rəşidin doğulduğu Qəndaharda hamı puştun şivəsində danışırdı. Amma məlum oldu ki, Rəşid Məryəmin Herat farsçasını asanlıqla başa düşür. Rəşidin evi 2 mərtəbəli idi. Əvvəllər göy rənglənmiş evin divarları indi solmuşdu. Həyətin ot ələfi saralmışdı. Evin sağ tərəfində ambara oxşar tikili, solda əl nasosu ilə işləyən su quyusu var idi. Atan deyir ki, sən balıq tutmağı xoşlayırsan, Rəşid dedi. Bizdən şimal tərəfdə çaylar var. Balıqla dolu olur. Apararam səni bir dəfə. Rəşid evin qapısını açıb Məryəmi qabağa buraxdı. Rəşidin evi Cəlilinkindən çox kiçik, amma nananın daxması ilə müqayisədə isə əsl imarət idi. Birinci mərtəbədə dəhliz, qonaq otağı və mətbəx yerləşirdi. Rəşid dərhal qazanları, tavaları, kerasinlə işləyən qızdırıcını və digər mətbəx avadanlığını Məryəmə göstərdi. Qonaq otağında püstəyi rəngdə dəri çəkilmiş divan da vardı. Qonaq otağının ortasında dayanmış Məryəm ətrafa baxdı. Öz daxmalarında əli tavana çatırdı. Pəncərədən düşən günəş şüaların vəziyyətinə görə günün vaxtını təyin eləmək olurdu. Lakin indi o yad bir şəhərdədir. Əvvəlki həyatından onu hündür dağlar, dərin dərələr, ucsuz-bucaqsız səhralar ayırır. İndi o naməlum ev əşyaları ilə dolu bir evdə idi. Tavana da əli çata bilməzdi. Neynirdi bu genişliyi? Burada boğulurdusa nəyinə gərək idi? Qəlbini qüssə sardı. Nana üçün, Molla Feyzullah üçün, əvvəlki həyatı üçün bərk darıxdı.
və birdən hönkürdü. Bu nə ağlamaqdır? Rəşidin üzündə narazı bir ifadə yarandı. Əlini şalvarının cibinə salıb dəsmal çıxartdı və Məryəmə uzatdı. Sonra da divara söykənib dəsmalı gözünə sıxan Məryəmə baxa-baxa siqaret yandırdı. Toxtadın? Məryəm dinməzcə başını tərpətdi. Əminsən keçdi? Hə. Məryəm gözlərini sildi. Bilirsən, qadınların ağlamağına dözə bilmirəm. O hisslə dedi. Məni bağışla, amma buna baxa bilmirəm. Evimizə getmək istəyirəm. Məryəm yenə içini çəkdi. Rəşid qeyzlə köksünü ötürdü, ağzından çıxan siqaret tüstüsü Məryəmin üzünə vurdu. Bu dəfə keçirəm, dedi. Qızın qolundan tutub pilləkanla yuxarı mərtəbəyə qalxdılar. Uzun sov, yarım qaranlıq koridor və 2 yataq otağı. Nisbətən böyük olan otağın yarı açıq qapısından Məryəm gördü ki, bu otaq da o biri otaqlar kimi çox sadə döşənib. Küncdə üstündə qəhvəyi rəngli ədyal çəkilmiş, balış qoyulmuş çarpayı, komod, paltar şkafı vardı. Divarlarda bir güzgüdən savayı heç nə yox idi. Rəşid qapını örtdü. Bu mənim otağımdır. Sənsə qonaq otağını götürə bilərsən. Etiraz etmirsən ki, mən tək yatmağa öyrəşmişəm, dedi Rəşid. Məryəm dərindən köks ötürmək istəsə də özünü saxladı. Onun otağı Cəlilgildə qaldığı otaqdan çox kiçik idi. Burada çarpayı, boz qəhvəyi rəngli komod və kiçik paltar şkafı vardı. Həyətə açılan pəncərədən küçənin də bir hissəsi görünürdü. Rəşid qızın çamadanını otağın küncünə qoydu və otağı tərk etdi. İlk günlər Məryəm demək olar ki, otağından çıxmırdı. Sübh çağı əzan səsinə oyanır, namaz qılır, sonra yenə isti yatağına girirdi. Rəşid səhərlər yuyunanda, emalatxanasına yola düşəndə, onun otağına baş çəkib onu yoxlayanda da o hələ yatırdı. Gündüzlər Məryəm yatağından az qalxırdı. Çox darıxanda ya da özünü tənha hiss edəndə mətbəxə enir, yağ ləkələrindən çirklənmiş stola, yanmış xörək yeyi verən güllü plastik pərdələrə əl gəzdirir, siyirmələri çəkir, müxtəlif cür qaşıq, bıçaq, kəfkir və s. onun gündəlik ev həyatının bir hissəsi olacaq bu alətlərə baxırdı. Bütün bunlar onun həyatına fəlakət gətirmişdi. Onu kökündən qoparıb buraya atmışdı. Ətrafda hər şey ona yad idi. Daxmalarında müəyyən bir vaxtda yemək istəyirdi. Burada isə aclığı az hiss edirdi. Hərdən boyat düyü və bir parça çörək götürüb qonaq otağına çəkilir, pəncərənin yanında yeyirdi. Güldamandakı yay gecələrini həsrətlə xatırlayırdı. Ay işığında anası ilə daxmanın yastı damında yatırdılar. Bürküdən paltar adamın bədəninə elə yapışırdı ki, elə bil yaş yarpaq pəncərəyə yapışıb. Qışda səhərlər daxmada Molla Feyzullah ilə müqəddəs Quranı oxuduqları yadına düşürdü. Ağacdan buz lülələri qırılıb şaqqıltı ilə dama düşür, qar tutmuş budaqlardan qarğaların səsi gəlirdi. Bekarçılıqdan özünə yer tapmayan Məryəm mətbəxdən qonaq otağına keçir, sonra yuxarı mərtəbəyə öz otağına qalxır, sonra yenə aşağı mərtəbəyə düşürdü. Birazdan yenə otağına qayıdır, namaz qılır, çarpayısında oturub anasının xiffətini çəkirdi. Dərdə batırdı, çox darıxırdı. Rəşid yatmağa gedəndə hökmən Məryəmin qapısının ağzında dayanır, ona baş çəkirdi. Nə tez yatmısan? Belə tez yatmaq olar? Hələ saat 7-dir. Sonra yenə soruşurdu. Yatmamısan ki? Məni eşidirsən? Rəşid Məryəmdən səs gəlməyincə qapının ağzında dayanıb qaranlıq otağa baxırdı. Yatmamışam, buradayam, Məryəm deyirdi. Rəşid onun qapısının ağzında yerə otururdu. Məryəm qaranlıq otaqdan onun şaqqalı bədənini, uzun ayaqlarını, donqar burnunu görürdü. Siqareti həmişəki kimi damağında közərirdi. Öz işindən, gününün necə keçdiyindən danışırdı. Eşitdiyi, bildiyi xəbərlərdən danışırdı. Bir gün axşam Rəşid siqaretini söndürdü, amma getmədi. Qapıda söykənib qaldı. Sən çamadanını nəhayət açacaqsan ya yox? Başı ilə küncdəki çamadana işarə etdi. Ertəsi gün Rəşid işə gedən kimi Məryəm çamadanını açdı, paltarlarını şkafa yığdı. Quyudan vedrə ilə su gətirib otağının pəncərələrini yudu.
Sonra aşağıda qonaq otağının pəncərələrini, döşəməni yudu. Tavanın künclərində hörümçək torlarını aldı. Pəncərələri açıb otaqların havasını dəyişdi. Sonra qazana 3 fincan mərcimək tökdü, kök və kartof doğrayıb suya atdı. Mətbəx şkafından çirkli bankaların arxasındakı ədviyyatlar arasında un tapıb Nananın öyrətdiyi kimi xəmir yoğurdu. Sonra da xəmirin üzərinə un səpib yaş əskiyə bükdü. Hicabı başına atıb ictimai çörəkxanaya getdi.